Bu video təkamül nəzəriyyəsi ilə yaradılış arasında güya bəzi ortaq məqamlar tapmağa, hətta Qurandan təkamül nəzəriyyəsinə dəlil göstərməyə çalışan bəzi müsəlmanlara cavab vermək məqsədi ilə hazırlanmışdır. Həmçinin digər bir məqsəd də təkamül nəzəriyyəsini doğru hesab edən müsəlmanlara qalib gəlmək deyil, bu nəzəriyyəyə yanaşmalarının səhv olduğunu izah edərək, onlara bu mövzuda yardım etmək və doğru düşüncə tərzinə yiyələnmələrinə Allahın icazəsi ilə vəsilə olmaqdır. Quran ayələri ilə təkamülə dəlil gətirməyə çalışanların səhvi. İnanc sahibi, Allaha və Allahın indirdiyi İslam dininə inandığını söyləyən bir insan üçün din mövzusundakı əsas yol göstərici Qurandır. Allah Quranda canlıların da, kainatın da yaradılışı barəsində bir çox ayə indirib. Ancaq bu ayələrdə təkamüllə yaradılış olduğu barədə heç bir məlumat, hətta işarə belə yoxdur. Başqa sözlə, Quranda canlıların bir-birindən törədiyinə, aralarında təkamül yolu ilə əlaqə qurulduğuna dəlil olan ayə olmadığını açıq-aşkar görürük. Hətta tam əksinə Allah Quranda canlıları və kainatı ol əmri ilə möcüzəvi bir şəkildə yaratdığını bildirir. Elmi kəşflərin də təkamülü yalanladığını nəzərə alsaq, Quranın elmlə hər zaman paralel olduğunu bir daha görmüş olacağıq. Ancaq hər şeyin bu qədər açıq olmasına baxmayaraq, darvinizmi müdafiə edən bəzi müsəlmanlar mənası aydın olan ayələri yanlış təfsir edir, ayələrə həqiqi və açıq mənasından başqa mənalar əlavə edirlər. Təkamülü müdafiə edə bilmək və Qurandan dəlil göstərə bilmək üçün bəzi ayələrin mənasını dəyişərək, zənn və təxminlə nəticələr çıxararaq, öz istəklərinə uyğun olan formada şərh edirlər. Bu isə çox təhlükəli vəziyyətdir. Uca Allah belə insanların vəziyyətini bir ayədə belə bildirir. Qovulmuş şeytandan uca Allaha sığınıram. Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını kitabdan hesab edəsiniz deyə, kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu kitabdan deyildir. Onlar, bu Allah qatındandır deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar. Gördüyümüz kimi ayələri şuurlu şəkildə mənasını dəyişərək şərh etmək, Quranda Allaha qarşı yalan danışmaq kimi qiymətləndirilir. Səmimi müsəlman Allaha qarşı belə bir səhv etmək istəməz, bundan çox böyük qorxu hiss edər. Bu halda Quranda bu qədər ciddiyyətlə üzərində dayanılan bir mövzuda, xüsusən də Quranı bilən insanların tərəfli şərhlər etmələri, zənn və təxminə əsaslanan yalanlar danışmaları, yanlış tərəfə dəstək olmaları şübhəsiz ki, vicdana sığmayan bir rəftar olacaqdır. Əlbəttə ki, dinlə təkamülün eyni olduğunu iddia edən hər kəs üçün bunu demək olmaz. Çünki bu kəslərin bəziləri dedikləri sözün mənasını bilmədən, düşünmədən ya da təkamül nəzəriyyəsinin arxasındakı təhlükələrin fərqində olmadan belə bir səhvə yol verirlər. Lakin yenə də Allahın adından danışaraq, güya ayələri dəlil göstərərək, insanları Quran haqqında səhv istiqamətləndirən iddialar irəli sürməyin məsuliyyəti altına girməkdən hər kəs çəkinməlidir. Belə insanlar bir an dayanıb mövzunun ciddiyyəti üzərində yenidən düşünməli və axirətdə Allaha hesabını verə bilməyəcəkləri səhv təfsirlər etməməlidirlər. Yaddan çıxarmaq olmaz ki, bu insanlar sadəcə özlərinin yox, eyni zamanda fikirlərini oxuyan digər insanların da yanılmağına səbəb olurlar. Bu da bir insan üçün Allah qatında ağır bir yükdür. Əslində problemin əsl mənbəyi budur. Təkamülü müdafiə edən bəzi müsəlmanlar bu nəzəriyyənin elmi cəhətdən doğru olduğunu zənn edirlər. Ona görə də Qurana təkamülü təsdiq etməlidir kimi səhv məntiqlə yanaşırlar. Bu məqsədlə təkamül nəzəriyyəsini məcburi şəkildə Qurana uyğunlaşdırmağa çalışırlar. Qurana bütövlükdə baxdıqda və ya dəlil hesab edilən Quran ayələri əvvəlki və sonraki ayələrlə bərabər oxuduqda, bu mövzuda edilən şərhlərin tamamilə etibarsız olduğunu görürük. Məhz bu videoda təkamüllə Quran ayələrini xətalı şərh edən müsəlman təkamülçülərin hansı ayələri öz ağıllarına görə təkamülə dəlil göstərdiklərini açıqlayacağıq. Həmçinin bu insanların iddialarına yenə Quranla cavab verəcək, mötəbər mənbə kimi qəbul edilən İslam alimlərimizin təfsirləri ilə müqayisə edəcəyik. Lakin bundan əvvəl bildirməli olduğumuz bir həqiqət var. Quran Allahın indirdiyi şəkildə, hansısa dindən kənar fikir və fəlsəfənin təsirinə məruz qalmadan, tam səmimi qəlblə oxunub, o şəkildə açıqlanmalıdır. Həmçinin açıqlayan şəxslər də Allahdan qorxaraq vicdanla hərəkət etməli, ayələrin mənasını dəyişdirməkdən, səhv şərh etməkdən Allaha sığınmalıdırlar. Bu məntiqlə oxunduqda Quranda Allahın təkamül yolu ilə yaratdığı mənasına gələn heç bir məlumatın olmadığı, əksinə Allahın sadəcə ol əmri ilə varlıqları və canlıları yaratdığı görüləcək. Əgər həqiqətən Həzrəti Adəmdən əvvəl yarı meymun, yarı insan canlılar yaşasaydı, Allah bunu bizə Quranda açıq-aşkar və asan başa düşüləcək bir şəkildə bildirərdi. Quran-ı Kərimin açıq və aydın olması, asanlıqla başa düşülə bilən olması təkamüllə yaradılış iddiasının həqiqi olmadığını göstərir.
Birinci xəta. İnsanın təkamül mərhələləri ilə yaradıldığı xətası. Qovulmuş şeytandan Allaha sığınıram. Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz? Axı o sizi mərhələlərlə yaratdı. Təkamüllə yaradılış səhvini müdafiə edənlər ayədə keçən mərhələlərlə, yəni ətvarən kəlməsini öz xətalı məntiqləri ilə təkamül mərhələlərindən keçirərək kimi tərcümə edirlər. Halbuki ayədə keçən ətvarən kəlməsinin təkamül mərhələləri kimi tərcümə edilməsi bu kəslərin öz şəxsi fikirləridir və İslam alimləri tərəfindən də ittifaqla qəbul edilmir. Ayədə keçən ətvar kəlməsi davranış, hal, vəziyyət mənasındakı tavru kəlməsinin cəm formasıdır və Quranda bu formada başqa ayədə keçmir. Ərəb dili mövzusundakı böyük söz sahiblərindən biri olan Rağib Əl-İsfahaninin Müfrədat adlı əsərində tavru kəlməsi ilə bağlı bu məlumatlar yer alır. Bəzilərinə görə, axı o sizi mərhələlərlə yaratdı ayəsi bu cür ayələrə işarədir. Qovulmuş şeytandan Allaha sığınıram. Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq. Bəzilərinə görə isə o buna bənzər ayələrə işarədir. Qovulmuş şeytandan Allaha sığınıram. Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də onun dəlillərindəndir. Yəni insanlar yaradılış və davranış baxımından fərqlidirlər. Görüldüyü kimi Rağib İsfahaniyə görə bu ayə iki formada başa düşülməlidir. İnsanın ana bətnindəki formalaşma mərhələləri, insanın yaradılış, fitrət xüsusiyyətindəki fərqliliklər. Bir digər təfsirçi Fəxrəddin Razi Nuh surəsindəki ayələrlə bağlı bu şərh edib. Bu ifadə cümlə olaraq vəziyyətdir. Buna görə Cənab-ı Haqq sanki vəziyyət bu ikən və bu da ona iman etməyi zəruri etdiyi halda sizə nə olur ki, Allaha iman etmirsiniz? Çünki o sizə əvvəlcə torpaq, sonra nütfə, sonra alaka, sonra mudqa, sonra sümük və ət olaraq yaratdı. Daha sonra da sizə bir başqa xilqət verdik, deyir. Digər İslam alimlərinin bu ayə ilə bağlı təfsirləri də bu ayədə təkamül nəzəriyyəsi ilə bağlı heç bir ifadə olmadığı həqiqətini açıq şəkildə təsdiq edir. Məsələn, Almalılar Muhammed Həmdi yazar bu ayəni halbuki o sizi mərhələ-mərhələ bir çox hallardan keçirərək yaradıb şəklində tərcümə edib. Ayənin təfsirində isə bu mərhələləri təkamül mərtəbələri şəklində ifadə edib. Lakin burada təkamül mərtəbələri ifadəsi ilə nəzərdə tutulan mənanın insanın fərqli canlı növündən yarandığını qarşıya qoyan təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, təfsirin dərhal davamında bu mərhələlərin nədən ibarət olduğu belə açıqlanır. Əbu Suudun şərhinə görə əvvəl ünsürlər halında, sonra qidalar halında, sonra qarışımlar halında, sonra sperma halında, sonra embrion halında, sonra ət parçası halında, sonra sümük və ət halında, sonra da tam fərqli bir yaradılışla şəkil verib. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır. Bunları edən o gözəl yaradıcı ucaldılmağa və hörmətə layiq deyilmi? O sizi başqa şəkildə və yaradılışla yüksəldə bilməzmi? Yaxud əzib yox edərək əzab verici o əzablara sala bilməzmi? Siz niyə bunları düşünmürsünüz? Almalının yuxarıdakı sözlərindən də məlum olduğu kimi, bu ayədə keçən mərhələlər İnsanın sperm olaraq çatdığı ana bətnində əvvəl embrion, sonra ət parçası, sonra sümük və ət formasında inkişaf edib, sonra da bir insan kimi dünyaya gəlməyini ifadə edir. İmam Təbəraninin təfsirində də Nuh surəsinin 14-cü ayəsi, halbuki o sizi mərhələlərdən keçirərək yaratmışdır, şəklində tərcümə edilmiş və əvvəl sperma halında idiniz, sonra qan laxtasına, sonra da bir ət parçasına çevirib yaratdı şəklində açıqlanmışdır. Ömər Nəsuhi Bilmən isə ayəni halbuki sizi şübhəsiz müxtəlif dərəcələrdə yaradıb, şəklində tərcümə edib və belə təfsir edib. Xaliq-i Kərim sizi şübhəsiz müxtəlif dərəcələrdə, müxtəlif surətlərdə yaradıb. Siz başlanğıcda bir nütfə idiniz, sonra qan parçası, ət parçası, sümük sahibi oldunuz, sonra da bir insan kimi bədən sahəsinə atıldınız. Bütün müxtəlif, ibrət fəza hadisələr, inqilablar bir Xaliq-i Hakimin varlığına, qüdrət və əzəmətinə bir parlaq dəlil deyilmi? Nə üçün siz öz yaradılışınızı heç düşünmürsünüz? Gördüyümüz kimi İslam alimləri Nuh surəsinin 14-cü ayəsini eyni formada şərh edib, sperm halından insan halına çevrilmə arasındakı mərhələlər olduğunu vurğulayıblar. Ayənin bu formada şərh edilməsinin lazım olduğu Quran ayələrinin yenə Quran ayələrinə görə təfsir edilməsi prinsipi gərəyincə aşkardır. Çünki Allah başqa ayələrdə insanın yaradılış mərhələlərini ana bətnindəki mərhələlər kimi izah edir. Dolayısıyla ətvarən sözünün də bu mənanı daşıdığı açıq-aşkar görülür.
Bu kəlmədən insanın mənşəyinin başqa bir canlı növünə bağlamağa çalışan təkamül nəzəriyyəsinə əsas axtarmaq təməlsiz bir şərhdir. İkinci xəta, Quranda təkamül prosesinə dəlil olması xətası. Qovulmuş şeytandan Allaha sığınıram. İnsanın elə bir dövrü olub keçmişdir ki, o xatırlanmağa layiq bir şey olmamışdır. Yuxarıdakı ayə təkamülçülərin özlərincə təkamülə dəlil olaraq təqdim etdikləri bir digər ayədir. Şəxsi fikirlərinə əsaslanan bir tərcümə ilə xatırlamağa layiq bir şey deyilkən ifadəsi insanın insan olmadan əvvəlki forması kimi açıqlayırlar. Halbuki ilk iddia kimi bu təkamülçü iddia da həqiqətlərdən uzaqdır. Altından xətt çəkilən ifadənin ərəbcəsi belədir. Ləm yekun şeyən məskurən. Ləm yekun deyildi. Şeyən bir şey. Məskurən zikr edilən, adı keçən. Bu ifadəni təkamüllü yaradılışa bir dəlil kimi göstərmək də çox məntiqdən uzaq açıqlamadır. Əvvəla ayədə keçən kəlmələr qədim ərəbcə lüğətlər çərçivəsində araşdırıldığında hər hansı bir formada təkamüldən bəhs edilmədiyi asanlıqla başa düşülür. Ayədə keçən əd-dəhr kəlməsi əvvəlinə gələn əl əlavəsi ilə marifə, yəni bilinən bir kəlmə olmuşdur. Əl əlavəsinin ingilis dilindəki qarşılığı D əlavəsidir. Bu kəlmənin mənası nekra, yəni qeyri-müəyyən olaraq işlədildiyində uzun bir müddət deməkdir. Lakin insanlar üçün işlədildikdə kəlmə artıq marifə olur və bir insanın ömrü mənasına gəlir. Rağib əl-İsfahaninin bildirdiyi kimi, dəhr fulanin demək filankəsin ömrü deməkdir. Dəhu fulanin ərəb dilində isim tamamlamasıdır və mudaf, yəni tamlanan mövqeyində olan dəhr kəlməsi marifədir. Bu kəlmə Quranda bu ayə ilə birlikdə bir də Casiyə surəsinin 24-cü ayəsində keçir. Qovulmuş şeytandan Allaha sığınıram. Onlar dedilər, həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Görüldüyü kimi bu ayədə də kəlmə milyonlarla illik müddət mənasında deyil, bir insan ömrü mənasında işlənilib. Ayədə keçən və tədqiq etdiyimiz bir digər kəlmə isə hin kəlməsidir. Bu kəlmə isə bir şeyin yetişməsi və meydana gəlməsi üçün lazım olan zaman deməkdir. İndiyə qədər edilən ən texniki izahlar çərçivəsində ayədə bəhs edilən müddətin körpənin ana bətnində keçirdiyi təxminən 9 aylıq müddət olduğu açıq-aşkar başa düşülür. Necə ki, bu ayə İslam alimləri tərəfindən təkamül müddəti kimi şərh edilmir. Ömər Nəsuhi Bilmən isə ayəni belə təfsir edir. Bu ayələr Cənab-ı Haqqın insanları heç mövcud və məlum deyilkən, daha sonra bir qətrə sudan eşidən və görən bir formada yaratmış və onları imtihana tabi tutmuş olduğunu bildirir. Bir növ insan başlanğıcda mövcud değildi, sonra bir müddət içində bir qətrə sudan, bir torpaqdan və palçıqdan təsvir edilmiş bir cəsəd halına gəlmişdir. O insan o vaxt məlum deyildi. Onun nə cür bir ismi olduğu və nə üçün yaradılmış olduğu göy və yer xalqı tərəfindən bilinmirdi. Sonra özünə ruh şuur yad edilməyə başlanılıb. İmam Təbəri isə ayəni insanın üzərindən elə bir zaman dövrü keçib ki, o əsnada o şanı və üstünlüyü olan bir şey belə deyildi. O sadəcə yapışqan bir lil və dəyişkən bir palçıq idi şəklində təfsir edir. Qısası bu ayədə keçən və zaman ifadə edən tərifi təkamül müddəti kimi şərh etmək Qurana görə doğru olmayan bir şərhdir. Üçüncü xəta. Sudan yaradılışın təkamüllə yaradılışa dəlil olması xətası. Qovulmuş şeytandan Allaha sığınıram. Şübhəsiz biz insanı qarmaşıq olan bir damla sudan yaratdıq. Onu sınayırıq. Bundan dolayı onu eşidən və görən etdik. Təkamüllə yaradılış səhvini müdafiə edənlər bir çox ayədə keçən insanın sudan yaradıldığı kimi ifadələri də öz iddialarına güya dəlil kimi göstərməyə çalışırlar. Bütün canlıların ilk dəfə suda hərəkət edərək meydana gəldiyini iddia edirlər. Halbuki insanın sudan yaradıldığının ifadə edildiyi ayələr də yenə İslam alimləri və təfsirçilər tərəfindən hər zaman spermadan yaradılış kimi açıqlanıb. Məsələn, Almanlı Muhammed Həmdi Yazır İnsan surəsinin 2-ci ayəsində belə təfsir edir. Bu şəkildə bir nütfədən yaradıldı. Raqibin açıqladığı kimi, nütfə əsasən saf suya deyilir. Kişinin suyuna da nütfə deyilib. Xalq arasında nütfə ilə məni sinonim kimi sayılıb. Lakin Qiyamət surəsinin sonunda da keçdiyi kimi Quranda tökülən mənidən bu nütfə deyə buyurularaq, nütfənin mənidən bir parça olduğu ifadə edilib. Səhih Müslimdə rəvayət olunduğu üzrə suyun hamısından uşaq olmaz hədis şərifində də bir bütünün bir hissəsi nəzərdə tutularaq, bir suyun hər bir parçasından deyə yox, bir hissəsi nəzərdə tutularaq suyun hamısından deyə buyurulmuş olmasına görə uşağın meydana gəldiyi o suyun cəmi olan bütün mənidən deyil, onun bir hissəsindən ibarət olduğu deyildiyinə görə
Nütfə mənidən bir cüz olan saf toxumun adı olduğu başa düşülür. İbn Təbəri isə bu ayəni Adəmin nəslini kişinin və qadının bir-birinə qarışan döl sularından yaratdıq şəklində təfsir edir. Ömər Nəsuhi Bilmən təfsirində isə bu ayə belə açıqlanır. Şübhə yoxdur ki, biz insanı qarışıq bir nütfədən yaratdıq. Kişi ilə qadının bir-birinə qarışan sularından vücuda gətirdik. Bəli, insanlar bir müddət nütfə, yəni duru saf su halında və bir müddət də ələqə, yəni uyuşmuş qan halında və bir müddət də musqa, yəni kiçik ət parçası halında olublar. Daha sonra da sümük kəsilib ətlə bürünmüş bərhəyat hala gəlmişlər. Bu açıqlamalarda da gördüyümüz kimi insanın qarışıq olan bir damla sudan yaradılmasının suyun içində təsadüflər nəticəsində meydana gələn tək bir hüceyrədən mərhələ-mərhələ insanın yaranması iddiası ilə heç bir əlaqəsi yoxdur. Bütün böyük təfsirçilərin açıqladığı kimi, bu ayədə də insanın ana bətnindəki yaradılışına diqqət çəkilir. İnsanın yaradılış mərhələlərinin izah edildiyi bir digər ayədə diqqətli şəkildə tədqiq edildikdə, təkamülçü müsəlmanların şərhlərindəki köklü xəta gözlər önünə sərilir. Ayədə belə buyurulur: "Qovulmuş şeytandan Allaha sığınıram. Ey insanlar, yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir. Kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtı ilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur indirdiyimiz zaman o hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir." Ayədə bir insanın yaradılış mərhələləri tərif edilir. Birinci mərhələ olan torpaq insandakı əsas mineralları və elementləri təşkil edən xam maddədir. İkinci mərhələ isə bu elementlərin ana bətnindəki yumurtanı dölləmək üçün lazımi quruluşa və genetik məlumata sahib olan, spermaları ehtiva edən və quranda qarışıq su kimi təsvir edilən mənidə birləşməsidir. Qısası insanın əsas xam maddəsi torpaqdır. Torpağın özü bir damla mənidə o insanı meydana gətirəcək formada toplanıb. Ayədə bu su mərhələsindən dərhal sonra insanın ana bətnindəki inkişaf mərhələləri bildirilib. Halbuki təkamül nəzəriyyəsi canlılığın güya öz-özünə suda başlamağından insanın meydana gəlməyi arasında milyonlarla fərziyyəvi mərhələ olduğunu güman edir. Ayədə sıralamada isə qətiyyən heç bir şəkildə belə bir məntiq və tərif olmadığı çox açıqdır. İnsanın bir damla su formasından sonra ələq formasına gəldiyi bildirilir. Qısası Quran boyu 12 dəfə keçən nütfə kəlməsi çox açıqdır. Çünki hər birində insan növünün keçirdiyi təkamül mərhələləri yox, tək bir insanın ana bətnindən əvvəlki, ana bətnindəki və doğulduqdan sonra yaşlılığına qədərki yaradılış mərhələləri tərif edilir. İnsanın və digər canlıların sudan yaradıldığını bildirən digər ayələr də yenə təkamül nəzəriyyəsini əsas meydana gətirəcək heç bir məna yoxdur. Sudan yaradılışı ehtiva edən bəzi ayələr belədir. Qovulmuş şeytandan Allaha sığınıram. Məyər kafirlər göylərlə yer bir olduğu zaman bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenə də inanmırlar. Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi 2 ayaq üstündə gəzir, bəzisi də 4 ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. Aşağıdakı ayələrdə isə bir damla suyun məni olduğu açıq-aşkar ifadə edilib. Qovulmuş şeytandan Allaha sığınıram. O insanlardan və heyvanlardan biri erkək və biri də dişi olmaqla 2 cüt yaratdı. Axıdılan bir nütfədən. Təkrar diriltmək də ona aiddir. Min, dan, dən. Nütfətin, nütfə, bir damla. İza, dığı zaman. Tumna, mənini axıtmaq. Qovulmuş şeytandan Allaha sığınıram. Məyər o kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? Nütfətən, nütfə, bir damla su. Min, dan, dən. Məniyin, məni. Yumna, atılıb tökülən. Qoy insan nədən yaradıldığına bir baxsın. O süzülüb tökülən bir mayədən yaradılmışdır. Bu maye bel və kök sümükləri arasından çıxır. Xuliqa, yaradıldı. Min, dən, dan. Məyin, su. Dafiqin, birdən boşalan, tökülən, dəfələrlə axıdılan, axıdılan. Bəzi şərhçilər bu ayələrdəki canlıların sudan yaradılması ifadəsində təkamül nəzəriyyəsinə paralel olan bir məna olduğunu zənn edirlər. Halbuki bu çox səhv şərhdir. Bundan əvvəl də bildirdiyimiz kimi ayələrdə canlıların sudan yaradıldığı bildirilərək canlıların təməl maddəsinin su olduğu xəbər verilir. Necə ki, müasir biologiya aşkara çıxarıb ki, su yeryüzündəki hər canlının bədəninin ən təməl ünsürüdür. İnsan bədəninin təxminən 70% sudur. Hər canlı bədənindəki su sayəsində hüceyrə daxili, hüceyrələr arası və toxumalar arası nəqliyyatı təmin edir.
Su olmadan canlılıq olmaz. 4-cü xəta. Əvvəlcə torpaqdan, sonra isə sudan yaradılmanın təkamüllə yaradılışa işarə edildiyi xətası. Qovulmuş şeytandan Allaha sığınıram. Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbinə küfürmü edirsən? İmam Təbəri bu ayəni belə şərh edir. Atan Adəmi torpaqdan yaradan, sonra səni bir kişinin və qadının spermasından meydana gətirən, sonra səni tamamilə bir insan formasına büründürən Allahı inkar edirsən? Sənə bütün bunları verən və səni bu hala gətirən Allah, sən ölüb torpağa qarışdıqdan sonra səni yenidən yeni bir məxluq meydana gətirdi. Ömər Nəsihi Bilmən isə həmin ayəni bu cür təfsir edir. Sənin əslin və yaradılışının səbəbi olan Həzrəti Adəmi torpaqdan yaradan, sonra da səni bir nütfədən maddi vücudun olan bir qətrə mənidən yaradan, sonra da səni kişi cildinə salan, səni belə bir çox həyat vəziyyətləri nəticəsində tam, yetişmiş bir insan olaraq vücuda gətirən Xaliq-i Kərimi inkar mı edirsən? Çünki axirət həyatını inkar etmək, onun zühura gələcəyini xəbər verən və buna qadir olan Allah Təalanı inkar etmək deməkdir. Yuxarıdakı təfsirlərdə də görüldüyü kimi, Kəhf surəsinin 37-ci ayəsinin və insanın sudan yaradıldığının izah olunduğu digər ayələrin təkamüllə yaradılışa güya dəlil kimi göstərilməyi yalnızca şəxsi fikirlərdir. Bu ayələrin belə mənaları yoxdur. Ayədə keçən torpaqdan yaradılma Həzrəti Adəmin yaradılışını, sudan yaradılıb düzgün bir insan formasına gəlmək isə spermadan başlayan inkişafı izah edir. Aşağıdakı ayədə də Allahın palçıqdan birbaşa bir bəşər yaratdığına işarə edilir. Həzrəti Adəmin yaradılışının izah edildiyi bu ayələrdə də hər hansı bir təkamül mərhələsindən bəhs edilmir. Qovulmuş şeytandan Allaha sığınıram. Bir zaman Rəbbin mələklərə dedi, mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam. Mən ona biçim verib öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin. Quranda Həzrəti Adəmin təkamül mərhələsi ilə yaradılmadığını açıq-aşkar bildirən daha bir çox ayə vardır. Bu ayələrin birində belə buyurulur. Qovulmuş şeytandan Allaha sığınıram. Həqiqətən Allah yanında İsa'nın məsəli Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı. Sonra isə ona ol dedi və o da oldu. Yuxarıdakı ayədə Allah Həzrəti Adəm ilə Həzrəti İsa'nın eyni şəkildə yaradıldıqlarını bildirir. Daha əvvəl də vurğuladığımız kimi Həzrəti Adəm hər hansı bir atası olmadan Allahın diləməsi ilə bir ol əmri ilə yaradılıb. Ayələrdə Həzrəti Məryəmə, Həzrəti İsa'nın müjdələnməsi belə açıqlanır. Qovulmuş şeytandan Allaha sığınıram və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz öz ruhumuzu, Cəbraili onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu. Məryəm dedi, mən səndən mərhəmətli Allaha sığınıram. Əgər müttəqisənsə, mənə toxunma. Mələk dedi, mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm. Məryəm dedi, mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda necə mənim övladım ola bilər? Mələk dedi, bu belədir, lakin Rəbbin buyurdu. Bu mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, hökmü verilmiş bir işdir. Torpaqdan və sudan yaradılışın bildirildiyi digər ayələrdə də az əvvəlki maddədə incələdiyimiz kimi insanın təkamül mərhələləri yox, insanın yaradılışının ana bətninə düşməzdən əvvəlki, ana bətnindəki və doğumdan sonraki mərhələləri tərif edilir. Qovulmuş şeytandan Allaha sığınıram. Ey insanlar, yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətinlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir. Kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtı ilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur indirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq ana bətnindən çıxardan odur. Hərçənd ki, içərinizdə qocalmamışdan əvvəl öldürülənlər də var. Bu ona görədir ki, müəyyən olunmuş vaxtda yetişəsiniz və bəlkə düşünüb daşınasınız. Qovulmuş şeytandan Allaha sığınıram. Axıdılan bir nütfədən. 5-ci xəta.
Mərhələ ilə yaratma Allahın sünnətidir. Bu da təkamülə dəlildir, xətası. Quranla təkamülü uyğunlaşdırmağa çalışan bəzi kəslər Allahın bir şeyi müəyyən mərhələlərdən keçirərək var etməyini təkamüllə yaradılış kimi şərh edirlər. Məsələn, yağışın meydana gəlməyi üçün buludların toplanmağı, kartofun meydana gəlməyi üçün toxumun torpağa atılmağı və sonra bir müddət keçməyini, ana bətnində körpənin təxminən 9 aylıq müddət içində inkişaf etməyini təkamülə dəlil hesab edirlər. Halbuki bunların hər biri Allahın səbəb sənətinin təcəllisidir. Hər birində ağıl, intizam, mühəndislik və nizam var. Yağış yağmazdan əvvəl buludların bir yerə gəlməyi, pomidorun formalaşması üçün toxumun torpaq içində bir müddət keçirməyi, insanın ana bətnində müəyyən mərhələlərdən keçməyi, təkamülün iddia etdiyi kimi canlıların təbəqə-təbəqə bir-birlərindən törədiklərini göstərməz. Bu müddət içində canlının keçirdiyi dəyişiklik təkamül deyil. Allahın təqdir etdiyi quruluşunun müəyyən edilmiş səbəblərə bağlı olaraq meydana gəlməyidir. Pomidorun əvvəl toxum, sonra bitki, sonra çiçək, sonra pomidor olması təkamüllü bir müddət deyil. Bu müddət içərisində pomidor balqabağa çevrilməz ya da pomidor yeyən bir insandan başqa bir növ meydana gəlməz. Heyvan və bitki mənşəli qidalarla qidalandığımız üçün hər an palçığın dəyişikliyə uğramış formasıyıq. Demək ki, təkamül var. Demək isə birinci sinif uşaqlarının belə məntiqsizliyini rahatlıqla görə biləcəkləri bir demagogluqdur. İnsanların, bitkilərin və heyvanların torpaqda var olan təməl maddələrdən meydana gəlməyi təkamüllü dəyişmənin və ya təkamül müddətinin deyil, hamısını yaradan uca Allahın yaratma sənətinin dəlilidir. Qovulmuş şeytandan Allaha sığınıram. Bir zaman sənin Rəbbin mələklərə belə demişdi. Mən palçıqdan bir insan yaradacağam. Təkamüllü yaradılışla bağlı bir digər xəta isə yenə ayədə keçən bir ifadənin səhv şərh olunması nəticəsində ortaya çıxır. Ayədəki altından xətt çəkilmiş ifadə palçıqdan bir bəşər etməkdəyəm formasında tərcümə edilir və bunun güya təkamül müddəti içində yavaş-yavaş yaradılışa işarə olduğu iddia edilir. Lakin ayənin ərəbcəsi bu formada tərcümənin fərdi bir şərh və tərif etmə olduğunu açıq-aşkar ortaya qoyur. İnnə xaliqin bəşərən min tin. Mən palçıqdan bir bəşər yaradanam. Bu ayədə etməkdəyəm şəklində bir kəlmə yoxdur. Necə ki, ayə, qovulmuş şeytandan Allaha sığınıram. Mən ona surət verib öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin şəklində davam edir və buradan da yaratma feilinin bir anda olub bitdiyi məlum olur. Necə ki, İslam alimləri də bu ayəni etməkdəyəm şəklində tərcümə etmir. Məsələn, Süleyman Atəş öz təfsirində ayəni bu şəkildə açıqlayır. Rəbbin mələklərə demişdi ki, mən palçıqdan bir insan yaradacağam. Allah palçıqdan bir insan yaradacağını mələklərə söyləmiş, palçığı insan şəklinə salıb içinə də öz ruhundan üflədikdən sonra mələklərə insana səcdə etmələrini əmr edib. Mələklərin hamısı səcdə edib. Sadəcə cinlərdən olan iblis özünün atəşdən yaradıldığını, palçıqdan yaradılan insandan xeyirli olduğunu qarşıya qoyaraq insanın atasına səcdə etməyib. İbn Təberi də eyni ayəni mən palçıqdan bir insan yaradacağım şəklində tərcümə edib və belə təfsir edib. Bir zamanlar Rəbbin mələklərə mən palçıqdan bir adam yaradacağam buyurmuşdu. Onun yaradılışını tamamladığım, surətini düzəltdiyim, ruhumdan da ona üflədiyim zaman özünə səcdə edin. Təkamül yolu ilə yaradılış xətasını müdafiə edənlərin insanın təkamül müddəti içində yaradıldığı istiqamətindəki iddialarını özlərincə dəstəkləmək məqsədi ilə istifadə etdikləri bir başqa ayə isə belədir. Qovulmuş şeytandan Allaha sığınıram. Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmişdir. Bu kəslərin xətalı şərhlərinə görə altından xətt çəkilmiş olan ifadə bir müddətə, yəni güya təkamül müddətinə işarə edir. Halbuki burada bir müddətə işarə edilmir. Allahın yoxdan yaratması bir çox ayədə ətraflı olaraq izah edilir və heç birində insanın təkamül müddəti ilə yaradılmış olduğuna dair bir məna yoxdur. Aşağıdakı ayələrdə də Allahın davamlı yaratmaqda olduğu vurğulanır. Qovulmuş şeytandan Allaha sığınıram. Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbud mu var? De, əgər doğru deyirsinizsə, dəlilinizi gətirin. Məgər onlar Allahın məxluqatı əvvəlcə necə yaratdığını, sonra da onları yenidən yaradacağını görmürlərmi? Həqiqətən də bu Allah üçün asandır. Allah məxluqatı əvvəlcə heçdən yaradır. Öldürdükdən sonra onu yenidən dirildir. Bundan sonra isə siz ona qaytarılacaqsınız. Allah kainatdakı hər təfərrüatı davamlı olaraq yaradır və bu təkamül mənasını vermir. Bu da digər şərhlər kimi olduqca həqiqət xaricidir və Quranda bu iddianın heç bir dayağının olmadığı asanlıqla məlum olur.
Üstəlik Ömər Nəsuhi Bilmən bu ayəni o xaliq-i hakim bir torpaqdan, bir sudan Həzrəti Adəmi yaratdı şəklində, İmam Təbəri də Adəmin yaradılmasını palçıqdan başladıb şəklində təfsir edir. Aşağıdakı ayədəki altından xətt çəkilmiş ifadələr də bəzi müsəlman təkamülçülər tərəfindən güya təkamül müddətinə bir işarə olaraq şərh olunur. Qovulmuş şeytandan Allaha sığınıram. Ey insan, səni öz səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı. Halbuki ayədə bildirilən sıralamadan təkamüllü bir müddət çıxarmaq olduqca məntiq xarici şərh olar. Necə ki, Almalılı Həmdi yazır da təfsirində ayəsini bu şəkildə açıqlayır. O Rəbbin ki, səni yaratdı. Burada yaratma, bədəni və üzvləri düzləşdirmə, ölçülü etmə, şəkil vermə və parçaları birləşdirib meydana gətirmədən daha əvvəl olmaq ehtimalı ilə əvvəl var etmək demək olduğu açıqdır. Yenə bilinir ki, hər nemətin əsası olan var olma ilahi lütuf və kərəmin birincisidir. Sonra da sənin bədənini və üzvlərini düzləşdirdi. Səni bir torpaqdan, sonra bir spermadan yaratdı. Sonra da səni bir insan şəklinə gətirdi. Buyurulduğu və daha bir çox ayədə keçdiyi kimi yaradılışını mərhələdən mərhələyə keçirərək ruh üflənəcək şəklində insanlıq səviyyəsinə gətirdi. Bədəni, üzvlərini, qüvvətlərini nizamına qoydu, düzləşdirdi. Sənə bir uyğunluq və etidal verdi. Burada biri adl kökündən, biri də tədil kökündən şəklində olmaq üzrə iki qiraət var. İkisi də bir məna olaraq düzəltmək, normal hala gətirmək demək olduğuna görə az əvvəl keçən nizamlamanın mükəmməl hala gəlmiş olduğunu ifadə etmək üzrə bir neçə şəkildə təfsir edilib. Müqatildən rəvayət edildiyinə görə göz, qulaq, əl, ayaq kimi cüt üzvlərin bərabərliyi və detalları anatomiyada bilindiyi üzrə bədənin hər tərəfdən mütənasib və düzlüyü demək olub, bəli, onun barmaq uclarını belə düzəltməyə qadir olduğumuz halda ayəsinin ifadə etdiyi kimi olur. Lakin bunda insanlıq xüsusiyyətini ifadə edən etibar və dəyər açıq deyil. Əbu Əli Farisinin yazdığına görə sənə etidal verdi demək, bu mənaların hamısını ifadə edici olaraq səni ən gözəl şəklə salıb ən gözəl şəkildə çıxardı və bu tarazlıq ilə səni ağlı, fikri və qüdrəti qəbul etməyə qabiliyyətli edib, bu şəkildə digər canlı və bitkilərə hakim etdi. Səni bu aləmdəki digər varlıqların çata bilmədiyi bir yetkinlik dərəcəsinə çıxardı, deyə təfsir edilmişdir ki, onun yaradılışını tamamladığım və içinə ruhumdan üflədiyim vaxt və onları yaratdıqlarımızın bir çoxundan həqiqətən üstün etdik, mənalarına uyğundur. Bunların hamısı Allahın bir lütfü və kərəmidir. Ömər Nəsuhi Bilmən də eyni ayəni bu şəkildə təfsir edir. Bəli, o kərim Rəbbin səni Adəmdən bədənə çıxardı. Sənə səlim, müntəzəm üzvlər verdi. Bütün üzvlərinə bir etidal verdi. Xilqətini, qamətini gözəl bir ölçüyə tabe tutdu. İmam Təbəri də İnfitar surəsinin 7-ci ayəsinin insanın bir nizam içində yaradılışına işarə etdiyini söyləyir. Ey insan, o Rəbb ki səni yaratmış, yaradılışını düzgün etmiş, səni möhkəm, düzgün və dopdoğru bir şəkildə meydana gətirmişdir. Allah gözəl və ya çirkin, dilədiyi bir şəkildə səni meydana gətirmişdir. Yuxarıdakı şərhlərdən də görüldüyü kimi ayələrdəki ifadələr olduqca açıq və aydındır. Allahın insanı möhkəm, düz və tam yaratması bildirilir. Necə ki, bənzər ifadələr bir çox ayədə də var. Məsələn, Səcdə surəsində bu şəkildə buyurulur. Qovulmuş şeytandan Allaha sığınıram. Sonra onu düzəldib müəyyən şəklə salmış və ona öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz. Bu ayədə əvvəl yaradılma ifadəsi istifadə edilmiş, daha sonra da göz, qulaq və könüllər var etdiyi deyə buyurulmuşdur. Bu səbəbdən ayədə bu mərhələlərin hamısının eyni anda olduğu, yəni insanın göz, qulaq və ürəyi ilə birlikdə bir anda yaradıldığı xəbər verilir. Bu ayələrin insanın təkamülü kimi şərh olunması isə olduqca səhvdir. Necə ki, bu ayədə də İslam alimləri tərəfindən ittifaqla eyni formada təfsir edilir. Məsələn, İmam Təbəri belə açıqlamaqdadır. Sonra onu, insanı tam bir məxluq olaraq düzgün şəkildə meydana gətirmiş, sonra da ona ruhundan üfləmiş, beləcə o danışan bir canlı halına gəlmişdir. Səsləri eşitməyinizə yarayan qulaqlar, şəxsləri görməyinizə yarayan gözlər, yaxşını və pisi dərk etməyinizə yarayan ürəklər vermişdir ki, bu hədiyyələrinə qarşı özünə şükür edəsiniz. Ömər Nəsuhi Bilmən isə ayəni o Xaliq-i Kərim, o təşəkkülə başlayan insanın nəsli bəşəriyyədən hər birini düzəltdi. Onun bədənini ana rəhmindəykən bütünləşdirdi və içərisinə ruhundan üfürdü. Yəni ona həyat verdi. Onu ruh adındakı qüvvəyə qovuşturdu. O Xaliq-i Kərim elə faydalı bir qüvvəti lütf etdi.
O sayədə deyilən sözləri, bir çox sədaları eşidir, dinlərsiniz və sizin üçün gözləri və könülləri yaratdı. Gözlərinizlə ətrafınızdakı şeyləri görürsünüz, könüllərinizlə faydalı, zərərli olan şeyləri anlayır, təqdir edə bilərsiniz. Bunların hər biri Allahdan nə böyük bir ehsandır şəklində şərh edib. 6-cı xəta. Həzrəti Adəmin ilk insan olmadığı haqqındakı yanılma. Təkamüllə yaradılış xətası ilə bağlı ortaya qoyulan bir başqa iddia isə Həzrəti Adəmin ilk insan olmaya biləcəyi, hətta insan olmaya biləcəyi, Həzrəti Adəmi tənzih edirik formasındadır. Bu batil iddiaya güya dəlil olaraq aşağıdakı ayə göstərilir. Qovulmuş şeytandan Allaha sığınıram. Sənin Rəbbin mələklərə, mən yer üzündə bir xəlifə var edəcəyəm dedikdə, onlar, biz səni həmd səna ilə təriflədiyimiz və səni müqəddəs tutduğumuz halda, sən orada fəsad törədib qan salacaq bir kəs mi yerləşdirəcəksən, söylədilər. O dedi, şübhəsiz ki, mən sizin bilmədiklərinizi bilirəm. Bu iddianı müdafiə edən çevrələr, ayədə keçən xəlifə var edəcəyəm ifadəsindəki ərəbcə cəalə feilini təyin etmək sözü ilə açıqlayırlar. Yəni, Həzrəti Adəmin ilk insan olmadığı, bir çox insan arasından xəlifə olaraq təyin edildiyi xətasını qarşıya qoyurlar. Halbuki cəalə sözünün Quranda istifadə edilən çox müxtəlif mənaları var və bunlar belədir. Yaratmaq, icad etmək, çevirmək, etmək, qoymaq, yerinə yetirmək. Quranda cəalə feilinin keçdiyi digər ayələrdən bir neçə nümunə belədir. Qovulmuş şeytandan Allaha sığınıram. Allah sizi tərk bir nəfərdən yaratdı. Sonra onun özündən zövcəsini yaratdı. O, sizdən ötürü 8 cüt heyvan indirdi. De, sizi yaradan, sizə qulaq, göz və ürək verən odur. Necə də az şükr edirsiniz. Ayı bir nur, günəşi də çıraq etmişdir. Allah yeri sizin üçün xalı təki döşədi. Yuxarıdakı ayələrdə də görüldüyü kimi cəalə sözü Quranda çox müxtəlif mənalarda istifadə edilib. Üstəlik bir çox ayədə də Həzrəti Adəmin torpaqdan yaradıldığı ifadə edilir. Həzrəti Adəmin digər insanlar içində bir insan olmadığı, xüsusi və fərqli bir yaradılışa sahib olduğu bu ayələrdən də aydın olur. Quranda Həzrəti Adəmin ilk insan olduğu haqqında verilən bir başqa əhəmiyyətli məlumat da etdiyi səhv səbəbi ilə özünün və həyat yoldaşının cənnətdən çıxarılmağıdır. Ayələrdə bu cür buyurulur. Qovulmuş şeytandan Allaha sığınıram. Ey Adəm oğulları! Şeytan əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədi ilə aldadaraq, libaslarını soyundurub cənnətdən çıxardığı kimi sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri, sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən biz şeytanları iman gətirməyənlərin dostları etdik. Biz dedik, ey Adəm, sən zövcənlə birlikdə cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için. Təkcə bu ağaca yaxınlaşmayın, yoxsa zalimlardan olarsınız. Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı. Biz dedik, bir-birinizə düşmən olaraq aşağı inin. Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün gezərən vardır. Ayələrdəki ifadələr çox açıqdır. Allah Həzrəti Adəmi torpaqdan yaradıb. Həzrəti Adəm xüsusi bir yaradılışa malikdir və bu xüsusi yaradılış onun əvvəl cənnətdə olmağından, daha sonra da buradan çıxarılmağından bir daha aydın olur. Ancaq təkamül yalanına inanan bəzi müsəlmanlar açıq-aşkar olan bu həqiqətləri görməzlikdən gəlir və ayələrdə keçən cənnət sözünün axirətdəki cənnəti deyil, dünyadakı gözəl məkanları ifadə etdiyi kimi səhv bir şərh irəli sürürlər. Halbuki Həzrəti Adəmin yaradıldığı cənnətin bir çox xüsusiyyəti Quranda ifadə edilir. Burada mələklər və şeytan var. Mələklər Allah ilə danışırlar. Ayələrdəki ifadələr bu qədər açıq ikən, Quran əxlaqına uyğun olmayan şərhlərlə təkamül nəzəriyyəsinə dəlil axtarmaq səyinə girmək xətalı rəftardır. Bütün insanların Həzrəti Adəmdən gəldiyini, yəni Həzrəti Adəmin ilk insan olduğunu xəbər verən xeyli çox ayədən ikisi də belədir. Qovulmuş şeytandan Allaha sığınıram. Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və mən sizin Rəbbiniz deyiləmmi, deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar, bəli, biz şahid olduq demişdilər. Bu ona görədir ki, siz qiyamət günü biz bundan xəbərsiz idik deməyəsiniz. Yaxud, atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məyər sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən, deməyəsiniz. Qısası Həzrəti Adəm əleyhissalam ilk insandır və Allahın ilk elçisidir. Bu mövzudakı ayələr hər hansı bir şərhə yer verməyəcək qədər açıqdır. Bu həqiqəti qavramaq üçün tək edilməli olan şey, insanların Quran ayələrini səmimi ürəklə, vicdanlarının səsini dinləyərək və ixlasla oxumalarıdır.
Allah ayələrini səmimiyyətlə oxuyan və düşünən qullarına mütləq doğru olanı göstərəcək. Həzrəti Adəm əleyhissalam mövzusunda təkamülçü müsəlmanların bir başqa xətası da Həzrəti Adəm əleyhissalamın Homo sapiens növlərinin içində danışmağı ilk öyrənən, ilk məsuliyyət sahibi insan olduğu iddiasıdır. Bu iddia da Quranda təməlindən etibarsız edilmişdir. Başdakı hissələrdə ətraflı olaraq izah etdiyimiz üzrə zər aləmində yalnız Həzrəti Adəm əleyhissalam deyil, gəlmiş-keçmiş bütün insanlar və bütün peyğəmbərlər eyni anda varlar. Hamısı danışan, izah edilənləri anlayan, mühakimə qabiliyyətinə sahib, Allaha söz verərək məsuliyyət boynuna götürən insanlardır. Allah bütün insanları zər aləmində tam, heç bir təkamül müddəti olmadan bir anda yaradıb və insanların hamısı o aləmdə şuurlu varlıqlar olaraq Allaha söz veriblər. Sonrasında insanlar ana-ata vəsilə edilərək dünyaya göndərilir. Ömürləri bitdiyində də yenidən Allah qatına qayıdır və orada da yeni bir yaradılışla yenidən yaradılırlar. İnsanın varoluşunun heç bir dövründə təkamül yoxdur. 7-ci xəta. Quranda keçən atalarımız şəklindəki ifadənin təkamüllü atalara işarə etdiyi xətası. Təkamül nəzəriyyəsinə aldanmış bəzi müsəlmanların təkamül yolu ilə yaradılış iddialarına özlərincə dəlil göstərməyə çalışdıqları bir başqa ifadə isə əksər ayədə keçən atalarınız sözüdür. Təkamülcü müsəlmanların xətalı təfsirinə görə bu ifadədə güya insanın ibtidai atalarına işarə var. Bu xətalı şərhi özlərincə açıqlamağa çalışarkən də sözün Quranda çoxluq istifadə edilməsini dəlil kimi göstərirlər. Bu ayələrdən bəziləri belədir. Qovulmuş şeytandan Allaha sığınıram. Musa dedi, o sizin də, ulu babalarınızın da Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də ulu babalarınızın Rəbbidir. Lakin bu Qurana uyğun olmayan iddiadır. Çünki bu sözün ayələrdə çoxlu olaraq yer alması çox bilinən bir istifadədir və təkamül yolu ilə yaradılış şərhinə qətiyyən dayaq meydana gətirmir. Quranda bu ifadənin keçdiyi başqa bir çox ayə var. Məsələn, Bəqərə surəsinin 133-cü ayəsində ataların sözü keçir. Buradakı atalar təkamülləşmə müddətini heç bir formada izah etmir. İnsanların əvvəlki nəsillərini ifadə edirlər. Eyni şəkildə keçmişdəki atalar ifadəsində də keçmiş soylar izah edilir. Bu ifadənin içində təkamülləşməni bildirən hər hansı bir izahat əsla yoxdur. Qovulmuş şeytandan Allaha sığınıram. Yoxsa Yaqubun ölümü yetişdikdə siz onun yanındaydınız. O, məndən sonra nəyə ibadət edəcəksiniz deyə oğlanlarından soruşduğu zaman onlar sənin Allahına və ataların İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq dedilər. Necə ki, Raqib Əl-İsfahani məşhur qavramlar lüğətində bu ayə ilə bağlı Abaukum sözünün soy mənasını verdiyini və İsmail əleyhissalamın onların uzaq ataları deyil, yalnız əmiləri olduğunu yazıb. 8-ci xəta. İnsanın yaradılış şəkli ilə bağlı bir yanılma. Qovulmuş şeytandan Allaha sığınıram. Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra o sizi ora qaytaracaq və yenidən çıxardacaqdır. Bu ayə təkamül yolu ilə yaradılış xətasını müdafiə edən bəzi müsəlmanların öz fikirlərinə güya dayaq olaraq, hətta çox vaxtda təməl olaraq istifadə etdikləri bir ayədir. Ayədə bildirilən yerdən bir bitki kimi bitirdi ifadəsi təkamülçülər tərəfindən qeyri-üzvi təkamülə bir dəlilmiş kimi göstərilir. Halbuki bu ifadə bir çox tərcümədə və təfsirdə işarə edildiyi kimi ilk insanın torpaqdan yaradılmasını nəzərdə tutur və torpaqdan başlamaq üzrə cinsinizi yaratdı mənasında istifadə edilir. Necə ki, Almalılı Həmdi Yazırın təfsirində də eyni məlumat verilir. Ayədə iki nöqteyi nəzər var. Biri sizi ərzdən bitirdi demək, atanızı ərzdən bitirdi, ilk dəfə torpaqdan onu yaratmaq surəti ilə cinsinizi yaratdı deməkdir. Digəri isə hamınızı ərzdən yaratdı olar, çünki Allah bizləri spermalardan, onları qidalardan, onları bitkidən, onu da ərzdən yaradır. Ömər Nəsuhi Bilmən Nuh surəsinin 17-ci və 18-ci ayələrini bu şəkildə təfsir edir. Ey insanlar! Bunu düşünün ki, Allahu Teala sizi yerdən bir ot olaraq bitirib. Yəni, sizin ilk atanız Həzrəti Adəmi torpaqdan yaradıb. Yaxud sizin əsl maddəniz olan spermaları yer üzündəki nəbadatdan meydana gələn qida maddələrindən bədənə gətirib. Məhz insanlar bu surətlə böyüyərək həyat sahəsinə atılmış olurlar. Sonra da, ey insanlar, o əzəmətli Xaliq sizi ora qaytaracaq. Yəni, siz öldükdə yenə torpaqlara atılacaqsınız, yenə torpaq olacaqsınız. Sonra da qəbirlərdən sizi bir çıxarışla çıxaracaq.
hamınızı da məhşərə gətirəcək. Bütün bunlar bir həqiqətdir. Təbəri təfsirində isə ayə bu şəkildə şərh olunur. Allah sizi yerin torpağından yaradıb, yoxdan var edib meydana gətirib. Sonra sizi təkrar əvvəlki halınıza, yəni torpağa çevirər. Yaradılmadan əvvəlki halınıza qaydarsınız. İstədiyi vaxt sizi yerdən diri olaraq çıxarar. Təfsirçi Fəxrəddin Razi isə bu şərhləri edib. Bil ki, Allahu Teala burada subyektiv dəlillərə yer verib ki, bu, o sizi mərhələlərlə yaratdı, ayəsinin bir təfsiri kimidir. Daha əvvəl də dediyimiz kimi, Fəxrəddin Razi Nuh surəsinin 14-cü ayəsini qətiyyən təkamül yolu ilə yaradılış şəklində qiymətləndirməmiş, ana bətnindəki inkişaf olaraq anlamışdır. Təfsirin davamı belədir. Allahu Teala onları yerdən yaradıb, sonra ora döndərəcəyini, sonra oradan yenidən çıxaracağını bəyan buyurub. Bu ayə haqqında bu iki izah edilə bilər. Birincisi, bunun mənası sizin atalarınızı yerdən bitki kimi yetişdirib bitirdi şəklində olub. Eynilə, qovulmuş şeytandan Allaha sığınıram. Həqiqətən Allah yanında İsa'nın məsəli, Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra isə ona ol dedi, o da oldu. İkincisi, bu, Allahu Teala hamınızı yerdən bitki kimi bitirdi deməkdir. Çünki Haqq Teala bizi nütfədən yaradıb. Nütfə də yerdə bitən bitkilərdən əldə edilən qidalardan meydana gəlir. Görüldüyü kimi Fəxrəddin Razi də ayəni insanın torpaqdan yaradılması olaraq açıqlayıb. İslam alimlərimizin təfsirlərində də görüldüyü kimi, bu ayəni təkamül yolu ilə yaradılış aldatmasına bir dayaq kimi şərh etmək mümkün deyil. Üstəlik, qeyri-üzvi təkamül adı ilə qarşıya qoyulan iddianın da elmi heç bir dayağı yoxdur. Cansız maddələrin bir yerə gələrək canlılığı meydana gətirə biləcəkləri istiqamətindəki bu təkamülçü iddia heç bir təcrübə və ya müşahidə tərəfindən təsdiqlənməmiş elmdən kənar iddiadır. Tam əksinə, Fransız bioloq Louis Pasteur'in 19-cu əsrin sonlarında elmi olaraq aşkara çıxardığı həqiqət canlılığın ancaq canlılıqdan gələ biləcəyi həqiqətidir. Bu həqiqət canlılığın qəti olaraq şuurlu şəkildə yaradıldığını, yəni bütün canlıları yaradanın Allah olduğunu bir daha göstərir. 9-cu xəta. Quranda təbii seleksiyaya işarə edildiyi xətası. Bilindiyi kimi təkamül nəzəriyyəsinin ən təməl iddialarından biri də təbii seleksiyanın təkamülləşdirici gücü olduğu yalanıdır. Təbii seleksiya təbiətdə güclü olanların sağ qalıb, gücsüz və zəif olanların zaman içində ələnəcəyi kimi bir sistemin olduğunu müdafiə edən təkamülçü yanılmadır. Dövrümüzdəki müasir elm təbii seleksiyanın təkamülləşdirici bir gücünün olmadığını, yəni bu mexanizmin növlərin inkişafına və yeni növlərin meydana gəlməyini təmin edə bilməyəcəyini aşkara çıxarıb. Lakin darvinistlərin materialist narahatlıqlarla görmək istəmədikləri bu elmi həqiqətlər təkamül yolu ilə yaradılış aldatmasını müdafiə edən bəzi müsəlmanlar tərəfindən də görməzlikdən gəlinir. Bəzi müsəlman çevrələr də bu dogmatik darvinist fikri müdafiə edir. Hətta zorla da olsa Qurandan bu mövzuya öz ağıllarına görə dəlil gətirməyə çalışırlar. Bu kəslərin dəlil olaraq göstərdikləri bir ayə bu şəkildədir. Qovulmuş şeytandan Allaha sığınıram. Rəbbin istədiyini yaradır və istədiyini də peyğəmbər seçir. Onlarınsa seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır. Bu ayədə Allahın hidayət verəcəyi insanları və elçi təyin edəcəyi peyğəmbərlərini yenə Allahın seçəcəyi açıqlanır. Ayədə təkamüllü bir təbii seçməyə işarə olduğunu iddia etmək olduqca səhv bir şərh olar. İslam alimləri də bu ayələri ittifaqla eyni formada şərh edirlər. Məsələn, İmam Təbəri ayəni bu şəkildə təfsir edir. Rəbbin qullarından istədiyini yaradır və onlardan istədiyini də iman və hidayətə çatdırmaq üzrə seçir. Onlar üçün seçki haqqı yoxdur. Onlar üçün istədikləri işi görmək kimi bir variant yoxdur. Böyük təfsirçi Ömər Nəsuhi Bilmən isə bu ayəni bu şəkildə açıqlayır. Bu mübarək ayələrdə Allah Teala Həzrətləri öz xaliqliyini, istədiyini seçəcəyini, elmini və qüdrətini, vəhdəniyyəti, sübhaniyəsini, həmd və sənaya layiqliyini, ilahi hökmünü və mənəvi hüzuruna bütün qullarını cəlb edəcəyini bəyan buyurur. Belə ki, heç kim o xaliq-i hakimin bir şeyi seçməsinə mane ola bilməz. O qulların ixtiyarı şəxsən təsirli deyil. Allah Teala onların seçəcəkləri şeyləri yaratmağa haşa məcbur deyil. Cenab-ı Haqq peyğəmbərlərini özlərinə göndərilən kəslərin rəy və ixtiyarlarına görə göndərməz, lakin öz ilahi ixtiyarına görə göndərər. Xeyir və salahın nə surətlə, nə vasitə ilə təcəlli edəcəyini ancaq o Xaliq-i Kərim bilər. Heç bir şey o Xaliq-i Əzmə şərik ola bilməz. Onun əzəli ixtiyarına müxalif olan bir şeyi bədənə gətirə bilməz və heç bir kimsənin ixtiyarı o əzəli məbudun çox uca olan iradəsinə, ixtiyarına zidd çıxan müxalif tapıla bilməz.
Almalılı Həmdi Yazır isə eyni ayəni bu şəkildə təfsir edir. Rəbbin nəyi istəsə yaradır və seçir. Yəni istədiyini yaradır və yaratdıqlarından istədiyini də seçir, bəyənir. Peyğəmbərlik, şəfaət kimi yüksək işlərə gətirir. Onların seçmə haqqı yoxdur. Buna görə onların Allahdan başqa şəriklər və şəfaətçilər seçməyə və təyin etməyə haqları yoxdur. Sərməd, aralıqsız, davamlı deməkdir. Bəzi müsəlmanların təbii seleksiya mövzusuna özlərincə Qurandan dayaq göstərdikləri ikinci ayə isə Fatır surəsinin 1-ci ayəsidir. Ayə bu şəkildə buyurulur. Qovulmuş şeytandan Allaha sığınıram. Göyləri və yeri yaradan, mələkləri 2, 3 və 4 qanadlı elçilər edən Allaha həmd olsun. O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən Allah hər şeyə qadirdir. Təkamül yalanına inanan bəzi müsəlmanlar ayədə keçən altından xətt çəkilmiş ifadəni də güya təkamüllü inkişafa bir dəlil olaraq göstərirlər. Halbuki bu ayədəki ifadədən belə bir məna çıxarılmağı Quran əxlaqına uyğun olmadığı kimi, ağıl və məntiqlə də ziddiyyət təşkil edir. Çünki ayədə mələklərin xüsusi yaradılışı izah edilir. Necə ki, İmam Təbəri öz təfsirində bu ifadəni bu şəkildə təfsir edir. İstədiyi mələyin qanad sayını istədiyi miqdarda çoxaldır. Bu çoxaltmanı bütün məxluqatında da edə bilər. Yaratmaq və əmr etmək ona aiddir. Ömər Nəsuhi Bilmən də bu ayəni İmam Təbəri ilə eyni şəkildə açıqlayır və belə deyir. O, elə bir xaliq-i kərimdir ki, mələkləri hələ nə qədər qanadlara və qüvvətlərə sahib edər. Onuncu xəta, Qurandan mutasiyaya dəlil gətirmə yanılması. Təkamül yalanına inanan bəzi müsəlmanlar təbii seleksiya mövzusunda olduğu kimi, mutasiya mövzusunda da Quran ayələrini səhv şərh edirlər. Mutasiyanın heç bir təkamülləşdirici təsiri müşahidə edilməyib. Əksinə canlıları yalnız korladığı ortaya çıxıb. Dolayısıyla, belə bir mexanizmin təkamül nəzəriyyəsinin bir dəlili zənn edilməsi başlı başına böyük bir xətadır. Burada mövzumuz baxımından əhəmiyyətli olan məqam isə mutasiyanı təkamül mexanizmi olaraq qəbul edən müsəlman təkamülçülərin bu xətaya Qurandan gətirməyə çalışdıqları dəlillərdir. Bəzi ayələri həqiqi mənalarından tamamilə fərqli formada təhrif edərək şərh edirlər. Sözü gedən ayələrdə belə buyurulur. Qovulmuş şeytandan Allaha sığınıram. Əgər istəsəydik onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər. Siz artıq içinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara mənfur meymunlar olun dedik. Özlərinə qoyulan qadağanı pozduqları zaman biz onlara mənfur meymunlar olun dedik. De, Allah yanında cəza etibarı bundan daha pisini sizə xəbər verimmi? Bu Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar axirətdə yeri daha pis olan və doğru yoldan daha çox azanlardır. Musa əsasını yerə atdı və o dərhal açıq-aşkar bir ilan oldu. Əgər bir insan təkamül nəzəriyyəsi lehində təhrif edərək də olsa, Qurandan bəzi dəlillər gətirməliyəm kimi bir anlayış içində deyilsə, üstdəki ayələri mutasiyaya dəlil olaraq şərh etməsi qətiyyən mümkün deyil. İlk 3 ayədə Allahın möcüzəvi şəkildə canlıların bədənlərini dəyişdirməyindən danışılır. 4-cü ayədə isə haqqında danışılan əsa canlı belə deyil. Bu səbəbdən mutasiyaya uğraması kimi bir fikir önə sürülə bilməz. Həqiqətdə sözü gedən müsəlmanların bu kimi ayələrdən təkamül nəzəriyyəsinə dəlil çıxarmağa çalışmaları təkamül yolu ilə yaradılış xətasının nə qədər çürük, məntiqdən uzaq və Quran əxlaqına uyğun olmayan fikir olduğunun isbatıdır. On birinci xəta, Qurana görə meymunlarla insanlar arasında soy yaxınlığı olduğu yanılması. Bu mövzuda bəzi kəslər tərəfindən səhv şərh olunan ayələrdən biri də Allahın keçmişdə bir qrup yəhudini meymuna çevirməsi ilə əlaqədardır. Ayələr belədir. Qovulmuş şeytandan Allaha sığınıram. Siz artıq içinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara mənfur meymunlar olun dedik. Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçünsə öyüd nəsihət etdik. Bu ayələrdən təkamül nəzəriyyəsinə paralel bir məna çıxarıla bilməyəcəyi aşkardır. Bunun bir neçə müxtəlif səbəbi var. Birincisi, ayədə nəzərdə tutulan cəza böyük ehtimalla mənəvi mənadadır. Yəni sözü gedən yəhudilərin fiziki mənada deyil, xarakter baxımından meymuna bənzədilmiş olma ehtimalı daha böyükdür. Doğrusunu Allah bilir. İkincisi, əgər nəzərdə tutulan cəza fiziki mənada olsa belə, bu təbiət qanunlarının xaricində reallaşan bir möcüzə olar. Burada Allahın diləməsi ilə bir anda möcüzəvi bir çevrilmə,
yəni şuurlu bir yaradılışdan bəhs edilir. Təkamül nəzəriyyəsi isə növlərin milyonlarla il zaman ərzində təsadüflərlə, yavaş və mərhələli olaraq bir-birlərinə çevrildikləri kimi ağıldan və elmdən uzaq bir nəzəriyyədən bəhs edir. Bu səbəbdən Quranda bildirilən bu hadisə ilə təkamülün müdafiə etdiyi ssenarinin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Necə ki, bu ayənin davamındakı ayədə qovulmuş şeytandan Allaha sığınıram. Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçünsə öyüd nəsihət etdik şəklində buyurulur. Bu ayədə sözü gedən kəslərin alçaq meymunlar halına gətirilmələrinin gələcək nəsillərə ibrət olmaları məqsədi ilə bir möcüzə olaraq reallaşdırıldığına işarə edilir. Doğrusunu Allah bilir. Üçüncüsü, ayədə nəzərdə tutulan cəza tarixdə bircə dəfə və məhdud sayda insan üçün reallaşıb. Halbuki təkamül nəzəriyyəsi bütün insanların meymunlarla qohum olduqları kimi məntiqdən və elmdən kənar bir ssenaridən bəhs edir. Dördüncüsü, ayədə insanların meymuna çevrilməyindən danışılır. Halbuki təkamül nəzəriyyəsinin iddiası tərs istiqamətdədir. Beşincisi, Quranda Maidə surəsinin 60-cı ayəsində də Allahın qəzəbləndiyi azğın bir qrupun meymunlara və donuzlara çevrildiyi xəbər verilir. Ayə belədir. Qovulmuş şeytandan Allaha sığınıram. De, Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Bu Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar axirətdə yeri daha pis olan və doğru yoldan daha çox azanlardır. Bu vəziyyətdə başdan bəri araşdırdığımız yanlış məntiq çərçivəsi ilə düşündükdə, ayədə insanın tək meymunla deyil, donuzla da arasında təkamüllə əlaqəyə işarə olduğu kimi həqiqətdən uzaq bir nəticə çıxarılmalıdır. Halbuki təkamülçülərin belə donuzla insan arasında hər hansı bir əlaqə olduğuna dair iddiaları yoxdur. Bura qədər də məlum olduğu kimi, Quranın bəzi ayələrində təkamülə dair işarələr olduğu iddiası həm Quranın hamısı ilə, həm də təkamül nəzəriyyəsinin öz tezisləri ilə ziddiyyət təşkil edən böyük yanılmadır. Əhəmiyyətli açıqlamalar. Quran ayələri haqqındakı səhv rəylər. Allah inancına sahib olduqları halda təkamül düşüncəsinə etibar edənlər, Allahın istədiyi anda istədiyini yaratma və yox etmə gücünü görməzdən gəlirlər. Bu kəslər təbiət qanunlarının sabit və dəyişməz olduğu və heç bir hadisənin təbiət qanunları xaricində reallaşmayacağını fərz edən naturalist doqmanın təsiri altında düşünürlər. Halbuki bu çox böyük bir xətadır. Çünki təbiət qanunları dediyimiz anlayış Allahın maddəni müəyyən bir nizam içində yaratmağından və qorumağından qaynaqlanır. Bunlar maddənin şəxsən özündən qaynaqlanan xüsusiyyətlər deyil. Bu səbəbdən bu qanunları Allah təyin etdiyi kimi istədiyi zamanda bunları dəyişdirər. Məsələn, Quranda bəhsi keçən Kəhf əhlinin 300 ildən çox müddətdə həyatda qalmağı Allahın yaratdığı möcüzələrdən biridir. Ayələrdə xəbər verilən Allahın əvvəl öldürüb, sonra da diriltdiyi insanlar da bir möcüzədir. Amma yaddan çıxarılmamalıdır ki, hər hadisə Allahın yaratmağı ilə reallaşır. Yəni, əslində təbiət qanunları dediyimiz və meydana gəlməyini adi qarşıladığımız hər hadisə Allahın möcüzəsidir. Burada başa düşülməli məqam Allahın özünün yaratmış olduğu qanunlara tabe olmadığıdır. Allah istəsə, təbiət qanunlarının hamısına zid bir hadisə meydana gətirər. Bu, Allah üçün çox asandır. İslam dini Darvinizmi yalanlayır. Darvinizmlə İslamiyyətin uzlaşması mümkün deyil. Çünki Darvinizm İslamiyyətin təməli olan inanca, yəni kainatı və canlıları Allahın yaratdığı və nizamladığı həqiqətinə birbaşa ziddir. Darvinizm bu həqiqəti insanlara inkar etdirmək üçün meydana gətirilmiş bir nəzəriyyədir və əsas olaraq Allah inancına hədəf alır. Necə ki, din xalqın tiryəkidir kimi, etibarsız bir iddiada olan marksizmlə İslam arasında bir uzlaşma qeyri-mümkündürsə, canlılıq təsadüflərin məhsuludur iddiasında olan Darvinizmlə İslam arasında da bir uyğunluq ola bilməz. Qaldı ki, belə bir uzlaşma cəhdinə heç ehtiyac da yoxdur. Çünki Darvinizmin elmi heç bir dayağı yoxdur. Darvinizm zənn edildiyi kimi elmi həqiqət deyil, əksinə elmi həqiqətlərə baxmayaraq müdafiə olunan yalandır. Darvinizmi elmi zənn etmə xətası. Bəzi kəslər materialist təlqin və təbliğatlar nəticəsində təkamül nəzəriyyəsini elmi həqiqət hesab etmək xətasına düşür və bu nəzəriyyə ilə Allaha iman arasında orta yol axtarırlar.
Bu kəslər Darvinizmin canlılığın mənşəyi haqqındakı ssenarisini eyni ilə qəbul edir, lakin bu ssenarinin Allahın idarəsində olduğunu müdafiə edərək təkamül nəzəriyyəsi ilə din arasında uyğunluq təmin etməyə çalışırlar. Lakin bu cür yanaşma olduqca səhvdir. Çünki təkamül nəzəriyyəsi ideoloji arxa planı olan, ateizmə sağlam təməl olmaq məqsədi ilə ortaya atılmış və materialist düşüncəyə sahib olan insanlar tərəfindən lazımınca sahiblənilmiş Allah inancına müxalif bir düşüncədir. Darvinizm materialist fəlsəfə üzərinə qurulub və dünya üzərindəki hadisələri də materialist zehniyyətlə şərh edir. Qədim Yunanistandan bəri davam edən materialist fəlsəfə kainatı meydana gətirən maddənin var olan yeganə varlıq olduğunu qarşıya qoyur. Bu inanca görə maddə sonsuzdan bəri var və maddəyə hakim olan bir başqa qüvvə yoxdur. Materialistlər kainatın təsadüflər nəticəsində öz başına formalaşdığını, canlılığın isə zaman ərzində yenə kör təsadüflər nəticəsində cansız maddələrdən təkamül edərək meydana gəldiyini qəbul edirlər. Bu səbəbdən təkamül nəzəriyyəsini ilk dəfə qədim Yunanistanın materialist fəlsəfəçiləri ortaya atıb. Epikür, Demokrit, Lukris kimi qədim Yunan və Roma mütəfəkkirləri Darwinin əsrlər sonra təfərrüatlandıracağı ateist təkamül nəzəriyyəsinin təməllərini atıblar. Qədim Yunanistanda doğulan bu əfsanə 19-cu əsrin ibtidai elm anlayışı içində yenidən gündəmə gətirilmiş və təkamül nəzəriyyəsi materializmə güya bir dəstək meydana gətirdiyi üçün elmi olub-olmadığına baxılmadan materialistlər tərəfindən dərhal qəbul edilmişdir. Təkamül nəzəriyyəsinin qarşısında isə yaradılış həqiqəti durur. İnsanın tam ağıl və müşahidə yolu ilə də, yəni elmi üsulla qavraya biləcəyi yaradılış həqiqəti tarixin əvvəlindən bu yana ilahi dinlər yolu ilə insanlara öyrədilib. Bütün ilahi dinlər Allahın kainatı yoxdan ol əmri ilə yaratdığını və kainatdakı qüsursuz nizamın Allahın üstün yaratma gücünün bir dəlili olduğunu bildiriblər. Quranın bir çox ayəsində də bu həqiqət bizlərə bildirilmişdir. Allah, qovulmuş şeytandan Allaha sığınıram. Göyləri və yeri icad edən odur. O, bir işi yaratmaq istədikdə ona ancaq ol deyər, o da olar. Ayəsi ilə kainatı yoxdan və möcüzəvi şəkildə yaratdığını bildirir. Ənam surəsində isə belə buyurulur: Qovulmuş şeytandan Allaha sığınıram. Göyləri və yeri haqq olaraq xəlq edən odur. O, ol dediyi gün hər şey olar. Onun sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnızca ona məxsus olacaqdır. Qeybi və aşkarı bilən də odur. O müdrikdir, hər şeydən xəbərdardır. Materializmlə Allah inancı arasındakı fikir ayrılığı dinlə dinsizlik arasındakı ən fundamental fərqdir. Bu mövzuda fikrən bir uyğunluq axtarmaq müsəlman üçün mümkün deyil. Ortaya atılma səbəbi Allahı və yaradılışı inkar etmək olan bir nəzəriyyə ilə uzlaşmaq mümkün deyil. Materialistlər dindar təkamülçülüyü siyasət olaraq dəstəkləyirlər. Təkamülçülər inanclı insanların dəstəyini almaq və onların təkamül nəzəriyyəsi qarşısında apardıqları fikri mübarizəni zənnlərincə zəiflədə bilmək üçün təkamüllü yaradılış fikrini dəstəkləyərək fərqli bir üsula əl atırlar. Özləri Allaha inanmadıqları, təsadüfi ilahlaşdırdıqları, yaradılış həqiqətinə tamamilə qarşı olduqları halda nəzəriyyələrinin qəbulunu sürətləndirəcəyini düşündükləri üçün dindar təkamülçülərin Allahın canlıları təkamüllə yaratdığı fikrinə qarşı səssiz qalır, hətta çox vaxt bu fikri təşviq edirlər. Lakin bu sadəcə bir siyasətdir. Bu oyunun məqsədi dindarların reaksiyasını ortadan qaldıraraq təkamül nəzəriyyəsini bütün cəmiyyətə qəbul etdirməkdir. Təkamül nəzəriyyəsi beləcə yayıldıqdan sonra həqiqətlərlə heç bir əlaqəsi olmayan dindar təkamülçülük asanlıqla yox ediləcək, əvəzinə təkamül nəzəriyyəsinin özünü meydana gətirən materializm yerləşdiriləcək. Müsəlmanlar bu taktikaya aldanmamalı və bu cür hiləgər oyuna qarşı ayıq olmalıdırlar. Darvinizmin bəzi insanlar tərəfindən qəbul edilməyi onun doğru olduğunu göstərmir. Materialistlərin hiləgər təbliğatları nəticəsində ortaya çıxan yanılmalardan biri təkamül nəzəriyyəsinin sübut edilmiş elmi həqiqət olduğunun zənn edildiyidir. Təkamül nəzəriyyəsi dövrümüzdəki elmi inkişafların qarşısında bütün dayaqlarını itirmişdir. İstər molekulyar səviyyədə, istər biologiya və paleontologiya sahələrində aparılan tədqiqatlar canlıların təkamül edərək zaman ərzində meydana gəldikləri iddialarını tamamilə etibarsız edib. Bu həqiqətləri görməzdən gəlmək və elmi dəlillərə deyil, elm dünyasının ideoloji yönləndirmələrinə görə düşünmək böyük səhv olar.
Bir nəzəriyyənin geniş miqyasda qəbul edilməyi onun doğruluğuna dəlil deyil. Galileo Galilei yerin günəş ətrafında fırlandığını deyərkən, dövrün elm adamları ona qarşı çıxmışdı. Həmin dövrdə yer mərkəzli kainat modeli qəbul edilirdi. Təkamül nəzəriyyəsi zənn edildiyi kimi bütün elm dünyası tərəfindən qəbul edilən bir nəzəriyyə deyil. Son 20-30 ildir təkamül nəzəriyyəsini inkar edən elm adamlarının sayı sürətlə artır. Bunların çoxu kainatdakı və canlılardakı qüsursuz yaradılışı görərək Darvinizm xurafatından özlərini xilas edirlər. Bu elm adamlarının təkamülün etibarsızlığını aşkar edən saysız hesabsız çalışmaları var. Hər biri başda Avropa və Amerika olmaqla dünyanın müxtəlif ölkələrindəki öndə gedən universitetlərə mənsub olan bu kəslər biologiya, biokimya, mikrobiologiya, anatomiya, paleontologiya kimi elm sahələrində mütəxəssis akademiklərdir. Darwinin Allaha inandığı haqqında səhv qənaət. Darwinlə bağlı səhv düşüncələrdən biri də Darwinin Allaha inandığının zənn edilməyidir. Halbuki, Darwin həyatının ilk dövrlərində xristian inancına bağlı olmağına baxmayaraq, təkamül nəzəriyyəsini inkişaf etdirdiyi vaxtlarda inancını itirib. Bununla yanaşı getdikcə ateizmə sürükləndiyi məlum olan həqiqətlərdəndir. Ateistliyini açıq-aşkar etiraf etməməyinin tək səbəbinin dindar xristian olan həyat yoldaşı Emma Darwini incitməmək olduğu Darwinin bioqrafiyalarında tez-tez izah edilir. Darwinin kitablarında açıq-aşkar ifadə etmədiyi ateistliyi məktublarında çox nəzərə çarpandır. Bir məktubunda belə deyib: "Beləcə inancsızlıq yavaş-yavaş məni əhatələdi və nəticədə tamamlandı." Darwinin şəxsiyyəti bir tərəfə, bir nəzəriyyə olaraq Darwinizmi Allah inancı ilə uyğunlaşdırma cəhdi boşunadır. Özü də bir təkamülçü olan Kanadalı filosof William Provin belə deyir: "Yaradılışı müdafiə edənlərin iddia etdiyi kimi müasir təkamülə inanmaq insanları ateist edir. İnsanlar təkamülə uyğun hansısa dini bir fikrə də sahib ola bilərlər. Amma sözü gedən dini fikir ateizmlə ayırd edilə bilməyəcək qədər fərqsizdirsə." Materialist təlqinlərə aldanmamaq. Əvvəldə də ifadə etdiyimiz kimi, İslam dini ilə Darwinizmi uzlaşdırmaq cəhdi materialistlərin Darwinizmi cəmiyyətə qəbul etdirə bilmək üçün istifadə etdikləri siyasətdir. Müsəlmanlar bu mövzuda ayıq-sayıq olmalıdırlar. Təkamülçülərin dinlə elmi qarışdırmaq olmaz. İnanc ayrıdır, təkamül mövzusu ayrıdır. Məntiqi ilə çıxış etməkləri də yenə müsəlmanların apardığı fikri mübarizəni zəiflətmək məqsədi daşıyır. Bu məntiqlə çıxış edən zehniyyətin vermək istədiyi əsas mesaj budur. Bir həqiqi dünya var və bu elmlə aydın olur və elm bizə yaradılış deyə bir şey olmadığını göstərir. Amma istəyən öz fərdi düşüncəsi daxilində istədiyinə inanar təlqinidir. Bu böyük bir aldatmadır. Allahın kainatı və canlıları yaratmış olduğu elmi dəlillərin göstərdiyi aşkar həqiqətdir. Kainatı əhatə edən hər təfərrüat Allahın yaratmasının bir dəlilidir. Əsas təkamül nəzəriyyəsi heç bir dəlilə söykənməyən batil bir inancdır və ancaq fərdlərin xüsusi inancı olaraq qiymətləndirilə bilər. Müsəlmanlar həqiqəti materialist fəlsəfənin hakimliyinə verən, buna qarşılıq yaradılış həqiqətini yalnız fərdi bir inanc olaraq göstərməyə çalışan bu hiyləgər təlqinə qarşı ayıq-sayıq olmalıdırlar. Bu təlqini məğlub etmək çox asandır. Sadəcə ağıllı və sağlam düşünmək, elmin materializmlə bərabər olduğunu zənn edən doqmadan xilas olmaq və elmin həqiqi nəticələrini araşdırmaq kifayətdir. Bunu edən hər kəs yer üzündəki həyatın mənşəyinin yaradılış olduğunu görəcək. Allahın bənzərsiz yaratmasını və bütün kainatı əhatə edən qüsursuz sənətini dərin-dərin düşünmək, Qurana qüvvətlə sarılmaq və Quran ayələrində bildirilən həqiqətləri qavramaq bu mənfi təsirlərdən xilas olmağın ən asan yoludur. Uca Allah insanı bir möcüzə olaraq palçıqdan yaradıb. Allah Quranda insanın yaradılışının möcüzəvi bir şəkildə olduğunu xəbər verir. İlk insan Allahın palçığı formalaşdırıb insan bədəni halına gətirməsi və ardından bu bədənə ruh verməsi ilə yaradılmışdır. Qovulmuş şeytandan Allaha sığınıram. Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin. Həqiqətən biz insanı palçıq cövhərindən yaratdıq. Diqqətlə baxıldıqda ayələrdə insanın meymundan
və ya bir başqa canlı növündən deyil, cansız bir maddə olan palçıqdan yaradıldığı xüsusilə ifadə edilir. Allah cansız palçığı möcüzəvi bir şəkildə insana çevirmiş və bu bədənə ruh üfləmişdir. Bunda heç bir xəyali təkamül müddəti yoxdur. Allahın birbaşa möcüzəvi bir hərəkətlə yaratması vardır. Necə ki, Allahın aşağıdakı ayədə bildirdiyi iki əlimlə yaratdığım şəklindəki mütəşabih ifadədə insanın birbaşa Allahın qüdrəti ilə yaradıldığını göstərir. Qovulmuş şeytandan Allaha sığınıram. Allah dedi, ey iblis, sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun? Qısası Quranda insanın və canlıların yaradılışı haqqında heç bir təkamül şərhi yer almır. Əksinə, bütün canlıların və insanın Allahın möcüzəsi olaraq su və torpaq kimi cansız maddələrdən yaradıldığı bildirilir. Üstəlik Allah Quranda əhəmiyyətli bir həqiqəti belə xəbər verir. Qovulmuş şeytandan Allaha sığınıram. İnsanı biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından daha yaxınıq. Sağında və solunda iki mələk oturub, onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın. Rəbbimizin bildirdiyi kimi hər insanın yanında iki yazıcı mələk dayanır. Bu da ilk insanın var olduğu gündən bu yana qədər dünyada bütün insanların Allaha qulluqla məsul olduğunu göstərir. Bir meymun dünyada imtahan vermədiyinə, məsuliyyəti olmadığına görə bu necə olur? İnsanın təkamüllə meydana gəldiyini iddia edənlər hələ insan tam şuurlu və məsul hala gəlmədən əvvəl iki yazıcı mələyin onun yanında dayanmağını necə açıqlaya bilərlər? Allahın Quranda bildirdiyi bu həqiqətdən başa düşürük ki, Allah ilk insanı yer üzünə ağlı və şuuru olan bir varlıq kimi yerləşdirmiş, yanında yazıcı mələkləri vəzifələndirərək onları insanın yer üzündəki bütün hərəkətlərinin yazılmağına vəsilə etmişdir.